7 milyard insan, 7 milyard etiqad. Özü ki, bilirik dostlar, çox yerdə Kore zəmində adamlar vardır ki, dinlərə bəzilərinin etiqadı var, bəzilərinin etiqadı yoxdur. Məsələn, bizim indi öz İranımızda, məsələn, bizim də böyütən dinimiz ki, hərəkət vura bildik, namaz qılmaq ki, məsciddə namaz qılaq, böyütən hərəkət buna vurmaq olar. Və dostlar, bizə deməliyəm ki, xarici keşfərdə bu cür ittifaqat yoxdur və kilsələr vardır. Gəlirlər onlara pərəstişlər edirlər, dualarını edirlər, çıxırlar, gəlirlər və bir növ ədai ehtiramdır bu dinlərə. Və dostlar, biləcək deməliyəm ki, əgər siz gedərsiniz bir cür yerlərdə, əgər bir xas bir məsələn hərəkət vurasınız ki, xarici din olar, qəşəng müəttəbanızı götürərlər eşiyə və də qoymazlar orada yazıb qoyasınız. Gələk bir xas təmbihlər var ki, onlar gedərsiniz, ta sizin günahınız pak olar. Və dostlar, biləcək deməliyəm ki, mən bu günləmə gəldim sizə necə kilsələrdən, xas məzhəbi yerlərdən biləcək video tapdım ki, doğrudan əslən yəni baxsaz qulaqlarınız otduğunuz yerdə zəh çalacaqdır. Dostlar, və biləcək deməliyəm ki, tək kilsə dəyər 2 dənə də uşaqdır ki, bunların qəziyyələri doğrudan qorxmalıdır. Və dostlar, video necə elə biləcək bir tərifləyəm ki, ümidvaram bu videodan qorxuya kafını və ləzzət kafını aparasınız. Pəs, bir yerə getməyin, qalan videonun axırına baxın. Let's go, in a video. Dostlar, saat 9:05-də gəlirlər bir kilsəyə neçə adam yığışır ki, bunlar gəlirlər otururlar kilsənin içində və məzhəblərin zaman başlayırlar, ixtira edirlər. İxtira eləmirlər, məsələn, dua edirlər və dualardan ixtiratını qoşurlar. Dostlar, və biləcək deməliyəm ki, bu neçə əfrad ki, gəlirlər orada dua eləyərlər, hər nəmdən və də qəşəng qabağa getirdi. Və bir nəfər də şansı əlində dürbün var idi ki, video rekord edirdi kilsədən. Kilsənin o günü xas cəzb yeri imiş. Və dostlar, biləcək deməliyəm ki, bu ağa vaxt ki, videonu rekord edir və dərhəyin ki, videonu rekord edir. Qəşəng adamlar yığır ki, birdən bir dənə bir şey zəbt edir ki, gedək özünüz bir dənə bax. Dostlar, indi bu ruh hiç ya adam hiç burada gördünüz, bu xanım bir dənə şəxsiymiş ki, hududan da üzərinizə tərəflərini təsadüf edib və ölübdür. Və bu xanım hər kilsəyə gəlirmiş və əksərən kilsələrdə gedirmiş bu kilsəyəymiş və yəni əksərən gəlib bu kilsələrdə dua edirdi və pərəstiş edirdi. Və biləcək deməliyəm ki, bəd az bu ki ölübdür, orada neçə yol bu xanımın ruhu ya özü görsənibdir və burada şanslar bir dənə videoya düşübdür. Və dostlar, biləcək deməliyəm ki, bu xanım qəziyyəsi doğrudan idi, yəni mən getdim, baxdım, əslən yəni bir nəfər yox idi, yazar fake. Yəni hamısı kommentlərdə yazmışlar, bəli, qəziyyət doğrudandır və xas ittifaq düşmüşdür. Və biləcək deməliyəm ki, bunu BBC-dən salmışlar ki, biləcək yəni əslən deməyim. Ola bilər, bu cür bir şey ola bilər, çünki kilsə tərəfləri duazat, niyazat çox olur, şahid onlarda testlər özlərini görsünlər və demək olur, yenə də xas bir iş ola bilər ki, gedək kimimiz gələcəyəni danışsın. Dostlar, ikimiz gələcəyimiz bir mərhəbət olur, bir dənə xanıma ki, indi təsvirdə görürsünüz. Dostlar, bu xanım əslən bu əcinə dövrəsinin etiqadı yox imiş və bu xanım əslən heç quna rəvabəti eləyənmirdi bu əcinə irtibat bərqərar qoyan. Və dostlar, bu xanım YouTuber idi və təsvir bu gündən bir gün gedib bir kilisaya tərəf ki, bu kilisanın 800 il qidməti imiş, həm kilisa imiş, həm qələ imiş ki, indi bilmirəm, ikisi də nə cür imiş bilmirəm. Dostlar, bu xanım təsvir tutur gedə bu mətrukə kilisaya ki, və təsvirində də muvaffaq olur, gedir, girir oran min müsibətçilərdən əlbəttə. Və dostlar, vaxt gedir, girir içəri, əvvəldə hər nəmlə qəşəng qabağa gedir, qəşəng piş-bin olunur və qəşəng xas rəvişlərlə gedir qabağa. Və bu xanım gedir qabaqlıq təsvir tutur dürbünü qoya, kaş eləyə və oturur dürbünün qabağına tozih verə. Və bir dənə səs ekibini görürsünüz, xanım səsi, onu necə yol tişar edir. Və bəzi bir şey təkrar edib, birdən xanıma daldan bir daha bir şey həmlə edib və bu xanım tez mütəvəccih olur, durur ayaq üstə ki, indi görür. Oh, Catherine! She's clearing me out now. Okay, I did it. I'm going. Okay, Catherine, I get it. Then something moves in the dungeon.
but I'm not staying to find out what it is. I'm freaking going. Dostlar, belə görürsünüz bu xanım bəd az o videodan sonra iddia edir ki, vaxt ki bir nəfər qaça-qaça gəldi mənə tərəf, qəşəng mənim səmtə çəpim ki, bizim tərəfimdə səmtə çəp olur fikirəm, o tərəfim qəşəng ləms oldu durub qaça-qaça. Və beləcə deməliyəm ki, dostlar, bu xanım da bəd az o gündən sonra heç kulun əzindən adın dilinə gətməyibdi. Və beləcə deməliyəm ki, dostlar, bu xanım indi gördünüz, indi də işinizdən kuldan qoyub kənara və də yoxdur. Və beləcə deməliyəm ki, böyle doğrudan qorxmalı idi. Yəni gələn içində kelisasa doğrudan qorxmalı idi. İmkanı var idi fake ola və mən əsas edirəm bu vaqe idi. Doğrudan çünki çox çalırdı. Əcəb. Gedək bədiyə. Dostlar, kelisalar qutuldu, indi gəlmişik uşaqların tərəfinə. Dostlar, gündən bu günü bir dənə uşaq ki, çox duzlu və şirin idi. Bu uşaq çox oynaymış və nədənsə təsmin tutub bir dənə dürbün götürür, əlinə qurşin dürbünün açar və ondan uşaqla video rekord edir və bir o deyib gününə qoyarlar. Və dostlar, bunlar çox sərgərmiymiş və qəşəng edirlər qabağa ki, bu nənə ki vaxt ki videonu rekord edir, uşağın bir dəqiqə üstündən bir daha sağa rədd olur, uşaq elə pis diskinir ki, dostlar, və bu xanım video yığır, rekord edir və xas ittifaqlar içindədir ki, bu xanım təsvim tutublar gətirə qoyur YouTube-a və YouTube-a ki, vaxt ki qoyur, gəl Google-də aparat ki, yox, Google-də zətlər yanına pəxş olur və çox adamlar nəzəriyyə verir və özür ki, bilirsiniz, məlumdur, fake yalan gedir ki, özünüz bir daha baxın. Dostlar, bu videomun orada mən əslən bir şey tapamadım və kommentlər də həmişə xamış idi bu videoda ki, bilməm də nəzər olub olmam bilmirəm. Gedək bədi. Vay dostlar, yetişmiş o qorxmalı tərim video ki tapmışam. Yəni bu videonun qorxmalı tərim qisməti bu qismətdir. Dostlar, gündən bir günə bir dənə xanıvadə ki, bu xanıvadə nənəsi yox imiş və dədə ilə qız imiş. Və bunlar daşdınlar bir dənə mətrukə evə. Mətrukə ki dədir. Məsələn, yəni deyirlər içində cinzatı vardı, bunların etiqadı yox imiş. Girdirlər bu evə və sizin canlıqlarını orada başlayırlar. Dostlar, dədə yox və əcinlə uşağı çox çipləyirlər və uşağı bilmirəm əziyyət ya oynayırlar, o bilmirəm. Və dostlar, biləcə deməliyəm ki, bu uşaq təsmin tutur bir gün gedib daha nəqqaş çəkər. Və nəqqaş dostlar, bu uşaq çox herifeymiş və bu uşaq təsmin tutur nəqqaşı doldurar və təhvil verər babasına. Və babası da dürbün qoymuş, əgər xas bir ittifaqlar düşsə, o dürbünü rekord edir ki, bir daha baxın, bunu özüm doğrudan qısa tozif verdim ki, çox vaxt olmayayım, bunu doğrudan baxın. Mən onu bu fake yiyorum, mən fəqət dua edəcəm bu fake olsun. Xoş dostlar, da bizim bugünkü videomuz. Heç olmadı var, bu videodan izzət aparasınız. Ta videoya bəli sallah tapışdım.